Salam, hər vaxtınız xeyir olsun dostlar. Mən Toyota Lexus Vüqar Usta. Sizə bugün çəkdiyim video diqqətlə qulaq asın. Çəkdiyim video sırf Lexus və Toyota avtomobillərinə aiddir. Qar rejimində nə etmək lazımdır və qar rejimi avtomobili necə sürmək lazımdır? Çəkəcəyim, göstərəcəyim avtomobil 4 motor Prado və 5.7. İkisini sizə izah edəcəm. Biri badımcanlığa girir, biri duzluğa girir, biri nə bilim dəriyə girib. Qardaş, bu maşının, avtomobilin sürüş qaydası var. Diqqətlə qulaq asın qardaş. Sürə bilmirsinizsə rola oturmayın. Yəni o avtomobili roluna oturmayın qardaş. Hərə gedib bir tərəfə girib. Yəni bunun sürüş qaydası var. Mən diqqətlə biz aqressiv danışıram. Niyə görə? Çünki bördən yazılar ki, Toyota'da mən nə bilim Nivenə keçdim, nə qardım, nə elədim. Bax gör nə edirsən. Bax göstərirəm sizə. Bax 4 çəkən. Bax hamısını bir izah edirəm sizə. Yəni uşaq məktəbdə necə müəllim məktəbdə uşaq başlamaq kimi 4 çəkən, bax 4x. Bu 4x-i necə istifadə edirlər və qara düşəndə, buza düşəndə necə istifadə edir. Bu razatkadır. Razatkanı yox. 4 çəkən necə istifadə edilir, mən sizə bir izah edəcəm. Maşını sal aşağı. Gəldim, çatdım belə tutaq ki, qara, Xızın dağına, hara çatdım. Təkərin təbii ki, normal olmalıdır, aydınməsi birinci nömrədə. Görürsən ki, qardır və hava çox, yəni deyirəm, kəskin şəkildə, yer buzdur, nə edirsən? Düşürsən aşağı, bax diqqətlə qulaq as. Açırsan bax bunu, açdın. Təkərin havasını buraxırsan, hamısını bir göstərəcəm sizə. Bax, təkərin havasını boşaldırsan, diqqətlə baxın. Bax, yer buzdur, boşaldın təkərin havası. Bax, boşaldırsan. Bax, təkəri boşaltdın bax belə. Gətirdin bu təkər bu vəziyyətə, baxın, diqqətlə göstərin. Təkər bu vəziyyətə gətirəndən sonra, gətirdin təkər bu vəziyyətə, dördün də. Bax, 4 təkərin dördün də. Vəziyyətə gətirirsən. Təki dördün də, həm təkərin dördün həmən eyni vəziyyətə gətirirsən, ondan sonra əyləşsin avtomobilə. Bax, diqqətlə qulaq asın, neymətli örgədirəm. Faydalanın. Sizdən də bəyənməyinizi xahiş edirəm. Tamam, gəldiniz. Avtomobil neytrala qoyursan. Koda saldın. Koda salan kimi avtomatik olaraq. Bax, diqqətlə baxın. Koda salan kimi bax, diqqətlə baxın. Bax, diqqətlə sağa sola baxırsınız. Sağa sola baxandan sonra nə edirsiniz? Deməli, burada Land Cruiser'də burada olur. Bu Land Cruiser'də aiddir bu video çəkdiyim 4 motorlara. Prado, Land Cruiser. 4 motor Land Cruiser, 4 motor Prado. Bir de 5.7. Bax kördə göstərəcəm. Bax burada 2 çəkən arxa var. Arxa mosuqra Blakirovnu, bir de qabaq Blakirovnu var. Blakirovnu qoşursunuz. Qoşan kimi avtomatik olaraq bu da razatkanın işığı yanır. Razatkanın işığı yanan kimi hərəkət davam edirsiniz. Həmən yeri çıxacaqsınız, narahat olmayın. Və gəldiniz mənzil başa çatandan sonra, bax diqqətli olun, bax mənzil başa çatandan sonra. Təzədən bunu ayıranda, orada bax yanıb sönür. Bir də görsən ki, sönmür. Onun sönüb sönməməni bilmək üçün maşını ya sağa ya sola alırsınız rolu. 1 kilometr sürəndən sonra döndərirsən, gördün maşın normal dönürsə problem yoxdur. Görsən ki, sönür. Razatka ayırır, amma most ayırır, özür istəyirəm. Amma burada ayırmır. Yəni o sizi aldatmasın, tamam mı? Yəni onun əmin olmaq istə 1 kilometr sürəndən sonra ki, ayırıb, təmiz rol ya sağa ya solda bir dənə U hərfində fırlanır, görürsünüz maşın tutmursa, siz narahat olmursunuz. Bu qədər. Yəni bundan asad heç nə başa sala bilmərəm. Çünki çox adam sual verir. Həmçində keçirəm sözdə 5.7-yə. Göstərərəm sizə. Abi şurada 5.7'ni də göstərirəm sizə. Bax həmən 5.7'də. Bax 5.7'də eyni şey. Bax 5.7'də həmən eyni şey. 5.7'də də yəni təkərin havasını alırsınız. Yenə deyirəm, əyləşirsiniz. Açar içindədir. Hə, əyləşirsiniz. Bax hamısını bir izah edirəm burada. Açar qoyun şitin üstünə zəhmət olsun. Ha. Bax əyləşirsiniz. Bax yenə deyirəm. Həmən vəziyyətə bax 5.7'yə də aiddir. Nəzərdən avtomobil işə saldınız. Neytral. İşə salandan sonra. Neytral. Bax görürsünüz burada Land Cruiser'də 5.7'lərdə burada olur. 4 çəkəni basırsan, hərəkətə davam edirsən təkərin havasından sonra. Həmən o video 5.7 Land Cruiser Prado 4 motor. Bax bunlara aiddir. Ən asad, ən sadə. Bundan asad heç nə sizə başa sala bilmərəm. Çünki bizən geri biri gedib nə bilim buza girib, biri qayıya girib. Qardaş bu maşını belə susmasın. Cəmaət adla deyir bunu. Dağlaradır maşınlar, bu yapım maşınlarına. Siz nə oyun çıxardırsınız, nə edirsiniz? Bu qarda nağardınız, nə edirsiniz? Hamı deyir ki, qardaş bu Toyotalar nağar, niyə yerə verirlər? Amma başa sala bilmirsən qardaş, bu Toyotanı düzgün təyinatına sürə bilmirlər. Belə, bu qədər. Əlavə kimin nə şərhi var, nə fikri var, şərh yerinə yaza bilər, bu qədər.